can səfər eylə, səfər eylə, səfər eylə, səfər eylə. Əhməd! Yox! Apı! Apı! Endeməyəcəm. Apı! Apı! Get kəndə de! Əhmədi gördüm gəlir de! Yox! De! Yox! De! Özü də çoxlu pul gətirir de! De! Desələr hardaymış, pulu hardan alıb, nə deyil? Abi, nə istəyirsən de. Delən əvvəl Frəngistanda ol. Hay? Sonra gedib Tiflisə. Atası denən Şah Abbasa xanəndəlik eləyir. Yar aman. Qorxuram, inanmasınlar. Əgər desən ki, çoxlu pul gətirir, hamısını alacaq. Pulun adı özündən dağırdır. Cəmaatın dilinə nə cür düşdün, elə də gedirsən. Pulun adı özündən dağırdır. Cəmaatın dilinə nə cür düşdün, elə də gedirsən. Borçlu çoxdur kənddə. Çoxdur! Kendi yazı vergini mənə bilmirlər. Elə bircə himəbəndilər ki, ayağına düşələr. Abi. Qalx. Ona görə deyirəm, əsil vaxt indidir. 5-6'sına borca pul bıraksan, qul olacaq əlimin altında. Səni də dediyim kimi, kəndin ki çoğası oldun, vergi yığan eləyəcəm səni. Ev tikdirəcəm sənə. Abi. Arvad alacağım sənə abi. Ay. Qazı neynir abi, qazı? Nədir? Qazı neynir, qazı? Qazı toya hazırlaşır. Nə toy? Sarıcanın razılığına alır. Sarıcanın yox. Ay Allah, atası ilə qardaşı. Atası ilə qardaşı çoxdan razıdırlar, amma qız hələ hə demir. Hə? Hə demir də hələ. Abi. Əgər sən desən ki, Əhmədi gördüm gəlir. Özü də çoxlu pul gətirir, qız qazılan həsini geri götürəcək. Özü də deyirəm, Əhməd damağını oxumur. Əhməd. Abi. Ey özündən bir xəbər qafil oyan. Həqqə gəl kimət deyil batil oyan. Ey özündən bir xəbər qafil oyan. Həqqə gəl ki haqq deyil batil oyan. Nə vaxt mahnı oxumaq lazım olduğunu mən səndən yaxşı bilirəm. Bura gəl. Abi! Abi! Əsas puldur. İnansalar ki, pullanmışam,
Ne desen yerine çık. Ne bileyim. Gazi. Gazı. Gazi. Gazi. Sarıdere'de şey atarım yadındadır mı? He. Dediler ki kızıl tapıp. He. O kadar dediler ki götürdüler vazife verdiler. He. Kendin çok has ol de. Ben giderim kende. Geç. Sen çalış ki karanlıkta gelmeyesin. Niye? Gündüz gel gözünü görsünler. Heh. Gidin. Git. Gidin. Git. Gitti mi? Ahmet gelir. Kim? Neşe geldi. Yine Ahmet gelir. Kim? Böyle Kim değil? Kimse yolda gör. Eşi inanmayın. Derviş adamdılar. Yəqin yine hardansa oxuya keçirmişler. Eşi gören olur da. Yaxşı bir mahnı oxuyurlar. Kimin yadındadır o mahnı? Qəşəng oxuyurdular. Yok. Ya. Peri peri can, ay peri ben sana kurban. Ay peri Erkek bu mahnı. Nasıl? Bildim ben öyle. Ay bildim. Ay baba göbek baba oydu. Ay baba güdek baba. Ay baba güdek baba. Kolu bir erkek baba. Kolu bir erkek baba. Oydu ay. Bu dünya geldi giderdi. Gel biz de gidek baba. Bu atasının mahnısıdır. Ne bağımsızdı. Bu dünya hoş dolanar, elleri boş dolanar. Varlı varın içinde kasıma taş dolanar. Hep bir öğren gören ne yaptı sandı. Buraya görün. Ne olur? Ahmet geldi. Ne Ahmet? Yelen. Kimdi? Aha mı görüp gören o değiller de. Eşilanmayın. O kadar borçları var ki borcun korkusundan hiçbiri kaydır gelmez. Ne atası ne de ki oğlu. Bir karın çöreğiyle okuya yollarda ölecekler. Siz de değiliz ona kız. Ay yok ey yok. Çoxlu pul gəlir.
qazı. Sarıcanı verdi qazıya. Verib deyəsən. Vay yatonna, ne kim görür? Ham! Kim? Görən olur. Kim? Hə, deyirlər ki, hələ faytonu da var. Vay sen öl bu cemaattan ne desen çıkar Mənə bak. Mənə bak ay peri. Ne deyir az bu cemaat? Oğlum mu gəlir? Ərin mi? Mənə bax, bu saatsan hansı gərək? Valla. Gəlməkləri yaxşı. Bax, musiqidən başımız çıxmır elə oxuyur. Oxuyur da. Valla. Rəqsdən anlayışımız yoxdur, elə oynuyor. Oynuyor. Çaya çatmamış çırmanırıq. Valla, billah. Az idik, tox idik, hər nə idi da. Oxuyurdular, kef eliydik. Gəlmələri yaxşı. Sən bilərsən, yadını düşər. Atasının bir mahnısı var idi. Var idi. O necə oxuyurdu? Belə. Nə verəçi? Ay sənəm, can sənəm, ay sənəm, cəzinə dönəm, bilməyən nənəm, ay sənəm, ay sənəm. Oydu Yox. O deyil. Dansıydı. Şimdi belə deyirdi ki, kiminsə feylinə bax, belə bir şey deyir. Belə, yox. Elə demirdi. Nəsə, həzər elə. Yox. Deyirdi ki, dünya yaşanası deyil. Belə kiminsə feylinə. Dayan. Belə bir şey deyir. Necə idi ərimin mahnısı? Dansı. Dansı. Toyunuzdan oxudu ya. Elə oxudu, qaçdı da. Çox heç oxumayın. Şansıydı da bayaqdan tapıb oxuyanları. Dünya duracaq yer deyil ey can, səfər eylə, səfər eylə, səfər eylə. Duracaq yer deyil ey can, səfər eylə. Səfər eylə. Aldanma alın feylinə, handan həzər eylə. Ay gəlirsən öl. Can vermə qəmi, eşqə kimi eşqafəti candır. Eşqafəti can olduğı. Ne oldu bayçama? Vergiler istəyəndə qan ağlayırsın. Səs-səsə verib sizindi. Şadlıq eləyirsin. Oxuyursun. Mölə. Ay möyle. Mölə. Möyle. Buraya geliyorum. Mölə. Hə. Qazi ağa. Hə. Deyirlər Əhməd gəlir. Kim gəlir? Yer Əhməd. Kimdir gələn? Yer Əhmədin mahnısını oxuyurdu. Yer Əhməd sənin atandır, dayındır. Görə Yer Əhməd gəlib bunun borçlarını ödəyəcək. Qazı çoxa. Hələ deyirlər Əhməd özü ilə çoxlu pul gətir. Belə boş sözlərə inandığımız üçün bax bu günə qalmışıq. Abala, Bu nə
sözlü cemaatın arasında yayırsan, he? Ben seni igirmi zopa vurdıraram. Yerinden terpelebilmezsen. Darbendoğlu. He kadana. Böyle. Öyle. Fatih. Fatih. Ercar var. Köp pevşadı. Hamınızı divana vereceğim. Eşeği kazık yok ha. Hele değiller Ahmet pulunu eşeğe sürükler. Gazi çok eşeği yok. Deveye. Oy. Abi. İndi seni eşeğe yükleder ama. İkimi zopa vurarak yerinden durabilmezsen. Yok bir katır. Kazık yok ha. Ben neyiniyim he? Ben eşitliğimi deyirəm də. Hele değiller. Atası da Şah Abbas'ın hanendesi değil. Hiç daha. 2 günəcən sen dediğin olmasa seni sopa altında öldüreceğim. Razısan? Razısan? Razıyam. Razıyam. Bu gerçeklədi ya. Ay birdən zalim oğlu gələr. Gazi çok ha. Hə. Hele değiller ki. Ahmet dinini, dönümünü değiştir. Ah. Yani geyimini. He. Bak böyleceler çukasız. Bak böyleceler Çömel yıkıldı. başı da açık. Ne diyeyim vallahi kuşkuşlar olsun. Ay kız beş al var. Sen de gel oyna. Ay arba. Biz sen niye dinlenmirsen? Ne bileyim vallahi. Ben de eşitmişim. Oturup gözleyirəm neçə gündür. Gözle. Gazi çok ha. Ha. Deyirəm. Ha. Sen bizim hamımızdan ağıllı olasın. Deyirəm. Bu derviş hara, pul hara. Hardandı onda bu kadar eşek gücü pul. Ben de bunu deyirəm də. Özü de değiller. Oxun burada. Benim başım. Derviş okumursa. Derviş okumursa. Pullanıp. Ay kim bilir axı? Eşi harda görüblər. Gazi ağa. Hə. Qadan alın. Deyirlər o Aladağda görən onu. Mənə də dedilər Qaradağdan gəlir. Mən mətəl qalmışam. Bir eşək yükü pul. Aşağıma olmayın. Her deyilen sözlere inanmayın. Onun neslini siz benden yaxşı tanıyırsınız ki. Boş yer olan yerləsi demirlər. Bakın, bu qəbirstanlıqda onlardan birinin qəbri var. Və nə deyirsiniz? Onlar elə yollarda ölüb qalırlar. Hələ mən eşitmişəm ki, özüylə bəylik də gətirir. Düz bu boyda kağızdır. Bilmirəm kim verir. Dedilər damğasını da koyub. Məmdəli Şah dedilər, Şah Abbas dedilər, yoxsa İskəndəri Zülqərneyn dedilər. Bəylik sənə asan gəlməsin oğlan. Bəylik bircə kağızla mühürlə deyil. Öylədir, öylədir. Bəyliyin bir çox şərtləri var. Biliminci
odur ki, şahların, paşaların huzurunda evlə biləsən. İkincisi də odur ki, onların qarşısında belə zadla danışasan. Belə Qafiyə ilə danışasan. Dərə keçib, dağlar açıb, gəlib yerənlər. Karvan bağı köyləyib, qova gəlib yerənlər. Atasını saymaq olur, boçası al, olur. Hallı gəlib, yelli gəlib yerənlər. Hallı gəlir, qullu gəlir, yelli gəlir yerənlər. Alamını, cəmaatın içində ol, gör nə danışırlar. Yaxşı. Bura bax, deyirəm, bəlkə toyu biraz tezləşdirək, hə? Gülmək olmaz da, bir görürsün, zalim oğlu gələr, Ola bilər. Allah gözünü doydursun, nə deyirsən? Mən nə deyirəm? Mən hazır. Nə vaxt deyirsən, mən hazıram. Allah mübarək eləsin. Allah xeyir versin. Halı gəlir, yeli gəlir, qolu gəlir, Nədir? Nə olur? Ay qız, quruyub qalmışam. Deyirlər ki, Əhmədin şalvarı yoxdur. Yoxdur. Bax, deyirlər, bax, buradan bir şey giyinir, eləcək. Yaxşı, bu hardan gəlir ki, şalvarı yoxdur, kəndə gəlir? Ay qız, buradan da şalvar olar, dikdən. Bəs yox. Bir eşeği ki pul gətirir. Şalvarı deyil. Vallahi mənim də ağlım kəsilir. Bir ecələ yanlış olsa da yalan olmaz. Bax. Mən verim. Bir eşeği ki pul gətirsən. Az şalvarı nə edirəm? Belə lap lüt gəlsin. Getdiyi yerin adı nə deyim? Vallahi yadımda qaldı. Ay qız, mən nə bilim, biri deyir Şəkiyə gedib, biri deyir Bakı. Şəki nədir? Bakı nədir? Firəngistandaymış. Oradan da deyir Tiflisə gəlib. Şalvarı doğrudan da dizindəndirsə, onda elə Firəngistanda olar. Hələ deyirlər ki, Firəng padişahı qızını ona vermək istəyir. Bəxtəvər. Amma Əhməd deyib ki, yox. Ay, yox, mən buna inanmıram. As necə yəni inanmırsan? İnan, zamanı elə olub ki, nə deyirlər, inan. İnan ay qız. Zamanı elə olub ki, belə nə deyirlər, inan. Tərəzinin üstündə. Kim çoxlu pul versə, ona da deyəcək. Ay qızlar, hələ mən bir şey də eşitmişəm. Nə ayfası? Deyirlər ki, bunlar atalı oğul, hərəm xanalarda. Yox, deyə bilmərəm. Atalı oğul, hərəm
gələn kimi ona bir şalvar tikmək. Sən tutarım. Aferin. Bax elə gələn kimi. Eləcə də toyunu çaldı. O sarıcan bax belə. Bu gəlir yerinə gəlir. Allah. Vallahi uşaqların olsun qaçmaz. Qaçma. Yox, onu düz deyirsən. Açma. Amma o sarıcaya heç ürəyim yoxdur. İnci Aypəri. Az atası da, qardaşı da pulpərəstdirlər. Kim pulpərəst deyil? Pulu kim istəməz? Az! Beləcə də kim pulpərəst deyil? Bax, pulu kim istəməz? Kim istəməz? Yaman sığallanmısan. Ərin gəlir. Amma nahaq inanırsan. Heç biri gəlməyəcək. Sən elə təksən. Ağlığın ucundan da tək qalacaqsan. Nə olar? Mən də sənin kimi qızımı tərəziyə qoymamışam ki, kim çox pul verər, qızı ona verir. Gəlməzlər, belə canları sağ olsun. Bəlkə sənin oğluna verim qızımı. O da sənin kimi tək qala, gözləyə qocala qapıda. Lazım deyil. Sənin qızını almağa bizim pulumuz yox. Başın batmasın sənin. Nə qədər gec deyil, razı ol, alın səni. Açıq-açığına razı deyilsənsə, gecələr gəlir. Gizli, daha şirin olur. Ərim yanında yoxdur, onun adı üstündə. Sənin kimi kişiyə onun qurucu adı bəsdir. Qal onda qaşına. Əri ola dul bədbəxt. Ata, mən hələrə getmək istəmirəm. Gəl ada, toy yiyəsi istəyir. Gizlin deyil ki, mən neyniyə bilərəm? Razılıq vermə hələ. Nədən uçursan? Alverimizi eləmişik. Sürüdən sürü verəcək, naxırdan naxır, ilxıdan ilxı, hələ nə qədər torpağa ayırıb. Demirdim məni elə adama ver, xanım olur. Göl ödü. Ata, Hə. çox yaşlıdır məndən. Bəlkə gəldiyini eşitmirsən. Bəlkə ona görə geri eləyirsən, ha? Cavab ver. Ata, deyirəm, birdən cəmaatın dediyi doğru olur. Sən nə danışırsan? Mən kişiyə söz vermişəm. Mən nağdı qoyum nisiyət alıcı gedən deyiləm. Yaşlıdır. Nəyi yaşlıdır? Bir dənə çırtma salanda 100 nökəri hazır olur. Sənə balıq lazımdır, yoxsa başı? Qızım, öz ayağı ilə gəlir. Qardaşım bamısı qu deyəndə də ağzına pul atır, qa deyəndə də. Nə istəyirsən? Ay qızım, təzəlli ilə əlimiz böyürlər ətəyinə keçir. Bəlkə iş verdi, bəlkə vəzifə verdi, bəlkə torpağı verdi, hə? Şadlığı o şiddi eləməcilər. Gəlir. Baxıra gəlsin. Gəlib neynəyəcək? Daş divar başına usulur. Oxuyub yenə qaçıb çıxıb gedəcək də. 4 divar arasında tək qalmaq istəyirsən? Deyirlər axı. Çoxlu. Sənin ağlın yoxdur, inanırsan.
Pul bilirsən harda olur? Bu yaşa çatmışam, onun yerini hələ indi bilirəm. Belə keç. Gəl evə xırda. Ne olub amələ? Ay, 2 gündür əl çəkmir, pul istəyir. Əvvəl kimə deyim? İsti. Belə keç. Mənə bax, arvadı qınama da, qulaqları eşidi baxır. Qonşusu bir eşeğe yükü pul gətirir. Ay mən də deyirəm də. Deyirəm malım var, heyvanım var. Əş deyir malın da heyvanın da başına gəlsin. Ha deyir mənə pul lazım. Ne pul ver? Əşdir ver də. Ha belə ki. Çıxar da o palaz qulaq pullardan denən gələn. Pul bilirsən harda olur Bolu? Mən bilmirəm, sən bilərsən. Ya yaxşı bilirsən. Bilirsən, bilməsən. Qızımı qazıya verməzsən. Sarıca, başıma verim ha! Dervişen! Ay Sarıca kızım! Ay kızım! Ağlama gönlüne direm. Sarıca, sen kızıl dervişe verensen! Ne gözlerime dövsen? Verensen! Sarıca! Kız yiyəsin özünsən. Özün bilərsən. İstəyirsən qazıya ver, istəyirsən qazıya ver. Xırda, gəl evə. Nə var evdə? Açlıqdan eşeğe qırır sənin evində. Mölə, bax bilmirəm. Gəl evə. Hardan alırsan al. Mən də başqaları kimi yemək istəyirəm. Geymək istəyirəm. Bax, kimdən əskiyəm? Camaat adam yox, pul gəzir qızını versin. Varlanmağa yol axtarır. Camaat adam yox, pul gözlüyün qızını versin. Varlanmağa yol axtarır. Bax belə, sən də axtar. Toylarda oxu. Görürsən, camaat oxumağı ilə eşək yükür, pul gətirir. Paşa! Paşa! uşaqdır, gömrünə oxuyur. Ev yoxdur. Könlünə deymə qoyuqsun. 2 gündən sonra yumaram onun ağzını. Bunlar öyrədir onu oxudurlar. Köpək uşağı. Dərinizi soyacağım sizi. Şalvarınızı çıxardacağım əlinizə. Əçədən dərəttələ çalvar öyle. Bir yorğanımız qalıb, onu da alacağım əlimizdən. Qazan, vallah elə yaxşıdır, onsuz da havalar isti keçər. Qazı köxa, bax, biz sənin üstünədir. Ay arvad rəddəli oyuna. Qazı köxa, vallah, nə qədər istəyirəm ki, biraz bax, balaca tikim. Amma olmur, axır vaxtlar nə tikirəmsə, hamısı sənin üstünə. Fatih! Fatih. Fatih! Fatih. Fatih! Yer pulunu vermişsən. Vermeyeyim. Yox, verməmişsən. Yol
pulunu vermisən? Verməmisən. Ki su pulu qalıb, örüş pulu qalıb. Ədə ver də. Ver də. Səndən ki yağış pulu istəmirik. Bu il yağış yağmadı. Alay bəy sizə su verdi. İsti elədi. Yazık yok ha. Gel yerine şalvar ver. Geçen defa şunu vermiştim. Sen de üstüne verdim. Yazık yok ha. Başın hakkı əsil bəy şal vardı. Özü de düz sənin üstünədir. Ayarma. Bu şalvar başka şeydir. Əki, mən alay bəyə dedim nə deyim? Deyim ki vergi əvəzinə şalvar yığmışam. Yazık yok ha. Başın hakkı bak əsil bəy şal. Get oyna. Kim qalıb daha? Möyle. Möyle yox. Möyle yox. Pəri. Pəri gəlsin meydana. Əhməd gəlir. Sen canı öz gözünle gördün gelende. Gördüm hala gördüm. Hele bir söhbət də elədik. Bunu dur. Ay oğlum doğrudan da şalları dizinden idi. Ay hala ne şal var? Əhməd gəlin Əhməd. 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 Oradan gəlir oradan gəlir. Çıkıyorum bile. Kim gəlir gəlsin. Becerme. Kim gəlir gəlsin. Vergini verməsəz yerimizdən tərpənməyəcəksiniz. Gəldiyi yaxşıdır. Qoy gəlsin, anasının borcunu versin, anasını götürüb aparsın. Ay Allah! Əşi sənin fikrindən keçən nədir? Əhməd gəlir. Əhməd gəlir. Əhməd gəlir. Hapsta. Gör sevinir, elə bir doğma atası qədindən qorxmaq. Əhmədə baxın. Gəlir aya. Gəlir. Əllər. Devenin yükünü çardana başa. Başla. Atın yükünü otağa boşa. Abi! Eşeğin yükünü. Eşeğin yüküne dokunmadı. Gelip özüm boşaldarım. Başla. Gel. Hoş gelmişsin ağahım. Atan hanız be. Həmişə sən gələsən. Əhməd, Ahmet. Ana. oğlum, Ay ana. can, Can. anan qurban qoyum.
Ana, dədəmin ardınca qaçdım. Tutanmadı. Hara getdim? Dediler indicə burada. Verginin qorxusundan qaçıb o. Səndən axaq gəlmisən dərviş oğlu. Yer oğlu. Odur, anamı divana vermişik. Borc yerinə. Sən daha məni heç nəylə qorxuda bilməzsən. Qorxudan məsən. Borcu nə qədərdir anamın? Nə qədərdir? İndi nəşər var. Sənin kimi 7 çoxa alaram. Pulla. Sənin kimi beyləri biz çox görmüşük. Get pulları yoxla. Dət pulları oxşur, tez. Bir dəqiqə. Borçları nə qədərdir onların, hə? Hesablayayım sonra. 10 tümən yer puludur, 6 tümən su pulu, 3 tümən et puludur, 8 tümən yer pulu. Necada? 9 tümən Allah beye, 8 tümən Surrey beye, Allah beye, Allah verir, Cerrah beye, Herray beye. Ben dedim, 7 kızın üstten geldim. 15'i yak pulu, 14'ü gazi pulu eləyir. Oh yeah! Oh yeah! Yaxşı bildim. Atan getdi. Sen de getdin. Kalmıştı bir tane iti. O da açılmadı. İndi kalıp bir anan. Qazı çoxa. Uzun danışma ya. Qılıncın kəsmədiyi başı pulla kəsirlər. Qılıncın kəsmədiyi başı qazı çoxa. Pulla kəsirlər. Mən getdim, bəylik aldım. Atamsa xanlıq alıb gələcək. Get yoxla. Gəl yoxla. Pullar qaz pul oxşur təcələ. Siz bir yokla dediniz, ben 5 yokladım. Sağ elinde tuttuğu pul, Recep Rüya'yla benim ayağımda Şahbaz'ın adını kesin. Sol elindeki pul ise Gazi İbn Ebilettin, İbn Mahmud, İbn Ahmet, İbn... Alabaşa düştüm. Ged elə sol elindekinden al getir. Gəl ədə. Oğla, anam namaz istəymiş. Ananı götürüb gedə bilərsən. Abi! Abini getirin meydana. Abini getirme. Abinin borcu ne kadardı? Ne kadardı borcun abi? Rabbi enemmel ayının ocak bulu, Rüme esanin ayının ocak bulu, tebellüdün göğsü, meherremin göğsü, ne canım? Eyvah! Ha? Yaxşı. Abinin borcunu da veririm. Bollu. Sənlə nə? Paraya gör. Mənim elçilərimdən nə qədər pul istəmişdin Bolu? 3 o qədər gətirmişdim. Gəl. Gelir misin ha? Gelin. Oya nə yedi bu qarmaçaya? Git! Ha buna bak ha. Abi bizim dervişe vermesi kızımız yoktur. Hardan gelmişsen kaydı ona. Öyle ne ki? Ya kuyruğunu kesip yola sal. Hani bilmek olmaz sana pulları. Hardan almışsın? Hem yok.
Qazı çox ha. Deyirəm, səncə bu pulu hardan ala bilər? Deyirəm, bəlkə tapıb, hə? Yox. Oğurluq pula oxşamır. Yox, oğurluqdur. İşlək puldur. Hə. Rüşvətə də oxşayır. Çünki pul şimaldır. Əldən ələ keçmə ona görə deyirəm. Nə bilim, vallahi, nə bilim. Doğrudan, mən elə hey fikirləşirəm. Başıma bir şey girmir. Yəni bir eşək yüküp qazanmaq olar. Hə, ya bu oğurluqdur. Hə, mən də onu deyirəm də. Ya da rüşvətdir. Amma alverə də oxşur. Hə, oxşuyur, nə bilim. Qazı çox ha. Hə. Mən də deyirəm rüşvət olar. Bilirsən niyə? Çünki rüşvət adamı kökəldir. Həm də sakitləşdirir. Qazı çox ha. Çünki rüşvət adamı kökəldir, həm də sakitləşdirir. Görmürdünüz, nə deyirdiniz, elə gülürdü. Oğurluq olsaydı qorxub çəkilərdi. Adamına rüşvət axı kim verir? Ona harda verir? Ara niyə? Abı. Abı, gətir. Sən başım haqqı yaxşı oğlansan. Geç əyləş orada. Geç əylə. Hərdə köçür. Hərdə əyləşmə. Uşağın üstünə tükürmə. Abi, sən gəl mənə, düzünü de. Görək, bu hardaydı? Hardan gəlir? Doğrudan bir karvan pul gətirir. Qazı çoxa, mən deyirdim, sən inanmırdın. Deyirlər, əvvəl gedib Firəngistan... O da yavaş danış, cəmaat eşitməsin. Hə, yaxşı. Deyirlər, əvvəl gedib Firəng padşahının qızını alıb. Bir. Oradan da gedib Ərəb padşahının qızını alıb. Oradan da gedib İbn Murtuz Əs-Sagir Əs-Vallat, vallahi bizim bir adı var, onun qızını alıb. Ona da deyib ki... Nə deyib ona? Gətir. Gətir. Vallahi Qazı Çoxa, çox şey deyirlər. Hələ deyirlər, atası da Şah Abbasın xanəndəsidir. Nə? Şah Abbas. Şah Abbas? İndi neçəminci tarixdir? Qazı Çoxa. Vallahi dəqiq deyə bilmərəm. Amma sənin nənən rəhmətə gedəndə mənim babam dedi ki, sənin nənən... Sən də rəhmətə deyil. Əşə deyirəm, indi neçəminci tarixdir? Hicri tarixi ilə 120 ildən sonra 861-ci il olacaq. Miladi hesab edirsən. Ələ deyən görür. Onda nə Şah Abbas, indiyə Şah Abbas qalar. Qazı Çoxa, mən deyirdim, sən inanmırdın. Bu sözümə də inan. İnan ki, mən səni çox istədiyimdən deyirəm. Atası gəlsə, ayrı cür gələcək. Qəbrə gəlmə. Qorxdu ondan. Güya dünya dərədə edirdi. Ayrı cür gələcək. Nə olur? Sən hara getsən? Vəziyyət dəyişir. Nətə? Toyu saxlamaq lazımdır. Bizə əl verməz. Bəs Qazı? Nə sən uşaqsan sən?
Sen git qazının başını qat. Ha, yaxşı, yaxşı. Qız da gedib Əhməddən öyrənsin. Əhməd? Hə, işimizi bilək. Ha. Ya Əhməd, ya da qazı. Hadi. Ya o, ya da bu. Ha. Razısan? Razısan? Razıyım. Allah mübarək eləsin. Allah xeyir. Mübarək eləsin. Gəl bax. Abi! Hə! Abi! Hə! Abi! Ay! Ay! Əhməd! Oxay! Əhməd! Ay Allah! Ay Allah, bu nə puldur gətirmisən? Ay ana, puldur da. Nə qədər pulsuz qalmaq olar axı? Ay başına dönüm. Qorxumdan lap dişlərimin dibinəcə sızıldayıram. Niyə? Qazının adamları çoxdur. Ana. Bağa girdim üzüme, diken baktı dizime. Eğildim çıkarmağa, yansa başka gözüme. Ay qız peyranın oğlan, Oğlan ceyranın oğlan, ay qız peyranın oğlan. oğlan ceyranın oğlan. Gələrsən qadan oğlan, Gidersen yola sallam, gələrsən qadan oğlan. gidersen yola sallam. Əhməd! Ay adam, nədir? Sarıcanın adını çəkmə. Niyə? Ona görə ki, eşidiblər ki, pullanmısan. Ey, Səninlə ana. evlənirlər. Atası da, qardaşı da pul pənəsdirlər. Əşi, nə olsun? Vallahi yaxşı adam deyirlər, ay bala, mən sənə görə deyirəm. Sən qorxma, işimə də qarışma, ay ana. Abi! Hə! Abi! Dayan! Abi! Anam düz deyir də. Bax, qonum qonşuda qızımı yoxdur məyər? Elə mənim qızımın o qurmuş sarçada nə əskikdir? Nə? Anası nədir, görsün olsun. Bir də bilirsən nəmi? O nəsil sonsuz deyir. Valla, mənim ağlım kəsmir, görsənə uşaq da olsun. Hə. Əhməd! Ay Əhməd! Oxay! Əhməd! Hə? Ay oğul! Bax belə sənin başı var onun. Bax belə sənin qadanalım. Əhməd bax! Ay Əhməd!
Eləcə qoy, ayaqüstə dursun. Hə. Ay səniz. Lazım deyil ha sana. Əhməd! Hə. Ay bala, başım haqqı. Sən hələ Firəngistanda olanda qızıma deyirdim ki, ay qızım, gəl səni verim Əhmədə. Hə. Deyirdi, yox. Niyə? Deyirdim, niyə? Deyirdi ki, ondan ötəri ki, onun şalvarı dizindəndir. Hə, sən gələndə başın haqqı. Elə sevindi. Elə sevindi. Gördü ki, şalvarı dizindən deyil. Dedi, hə, mən indi Əhmədə gedərəm. Ay sağ ol. Ay xala. Sən axı bilirsən ki, mənim öz istədiyim var. Sarıcan. Can. Ay. Nə olar ay bala? İstədiyimi əlimdən alan ha yoxdur. İkisini o yanda almışsan, ikisini də bu yanda al. İkisi şah qızıdır, ikisi də kəndli qızı olsun. Ədə inəklərdi kimsə al. Hədə. Ay balam, pulun ki çoxdur. Çox arvaddan niyə qorxursan axı? Ay xala. Başqa sözün var de. Onda bizə də borc ver ay Əhməd. Yerinə ya şalvar tikib verərəm. Ya da ki Şalvarı yox, arvad sırğaları mən bir işə keçirdim. yaxşı, Allah ömrünü Abi. nə verirsən? Sağ, sağ. Mənə bax, qazıya yaman kələk gəldi. Hop. Oy. Oy. Hə qadalalım. Ay sağ. Hə qazı kimdir bu saat sənsən, sən odur ha. Mənə bax, sən bax, bu botdan olanda bilirdim ki səndən nəsə olasıdır. Bax. Hə qadanal. Onda səndən qoyun alacağım. Var. Damazlıq qoyunların olursan. Sağ ol qadan. Oy. Oy. Səndən torpaq alacağım. O boyda torpağım var, qalıb başına. Abi, tez atım inçap bir baş ora. Başla. Hərəsinə birini ver qayıt. Başla. Özlərinə ver. Hə. Əldən elə keçəndə üstündən götürürlər. Zatdı Alay bəy, Alay bəy. Suray bəy, Sıray bəy. Apay bəy, Apay bəy. Gəray bəy. Gəray bəy. Getdin. Abi. Abi. Çıx qabağına. Abi. Get. Gel oğlu. Derviş oğlu. Məndən nə istəyirsən, hə? Niyə məni dilə düşə salırsan, hə? Mən cəhənnəm. Bu cəmaatı qızışdırıb o zadın
Melik el-Ümara, Seyyid el-Müzara. Melik el-Ümara, Seyyid el-Müzara'nın yüzüne dur kızdırırsan ha? Dersini bilmirəm harda keçiblər. Amma belə şeyin üstündə adamın şalvarını çıxardarlar ha. Sən də şalvarı rədd elə. Dərisini soyarlar ha. Sən elə məni tanımırsan. Alay bəyə tel gərəkdir. Suray bəyə yol gərəkdir. Gəray bəyə əl gərəkdir. Çıx gel buradan dərviş oldu. Aman nənə, canım nənə, can nənə. Alay bəyə qol gərəkdir. Suray bəyə say gərəkdir. Gəray bəyə oy gərəkdir. Çıx gel oradan dərviş oldu. Aman nənə, canım nənə, can nənə. Nədən nə istəyirsən hə? Rədd ol çıxək buradan da. Başka dedi? Maestro! Apay Bey'e pay gönderdi. Suray Bey'e say gönderdi. Saray Bey'e çay gönderdi. Malay Bey'e yemek. Ne? Gitti. Ay köpek şahane durmuşsunuz. Tez olun. Kim pulu birinci çaktırdı, vazife onun değireli. Gazı çok ha. Ne ses şu salmışsa? Ne olup böyle? Oğlum. Ha yadındadır. Divanxanaya düşmüşdün. At orlamışdın. Ayaklarıma düşüp yalvardın. Qazı çoxa. Məni buradan qutar. Kızımı sənə verəcəyəm. Düzdür, düz deyil. Düz. Gəl ada. Kız sənə getmək istəmir. 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 Bir belə öldürsən də ona getmərəm. Gəl ada. Aya kızdan niyə soruşursan? Hadi. Aya belə şeyi kızdan soruşarlar. Əvvəllər gəlirdi. İndi gəlmir, Böbel. Sinema vurup deyirdin ki, ben dervişe kız vermərəm. İndi nə tez döndün? Bura bax, mən bu işi belə qoymayacağım. Nə qədər pul xərcləmişəm, xərcləyirəm, hamısını qaytarım. Qazı çoxa! Sen bana pul zat verməmişsin. Nə qədər səni ora göndərməmişəm. Pulumun nömrəsi var idi. Şəkli çəkmişsin. Sen qalacam, mənə pul zat verməmişsin. Buna el verenin elini kesin. Buna dil verenin dilini kesin. Buna yol verenin yolunu kesin. Sakın kollarına adam olmamış. Sakın kollarına. Yalan sevinize Allah yıksın. Siz ne hayasız adamlarsınız. Ayakkabısı sizi yedirtti, içirtti, adam eledi. Ne tez kudurdu. Ne yedirdim içine? Hanı be? Ay sağ ol. Yarım değil. Değil. Yırtık değil. Hiç şalvarın pulunda kaldı. Ahmet olmasaydı divane verecekti. Bir dakika. Şalvar çıkar. Sen az yaltavlan ha. Bak bu
uşaq. Ölsün eləsən. Sən düşməndən də betərsən. Nasıl dinimiz bir, dilimiz birdir. Hamımıza bir qoz. Buna bakayım, bu şalvarı düşüyor bakayım. 8 tümden Bizden size taş olsun. Hakşta, taşlara sirdaş olsun. Hakşta, tutun yadın elinden. Hakşta, yıkıla kardeş olsun. Hakşta, hakşta, hakşta. Gözü anladı. Hakşta. Oradan buraya damladı. Hakşta. Eski düşman çok olmaz. Hakşta. Eller günden malıdır. Hakşta. Hakşta. Bir gel, hamı gelsin. Gel. Bağa girdim üzüme, tikan battı dizime. Eğildim çıkarmağa, yansa taştı gözüme. Ay bana okuma. Bağa girdim üzüme, Ahmet'i kaçırtacaksın. dizime. Eğildim çıkarmağa, yansa taştı gözüme. Atası acından kaçtı, babası topundan kaçacak. Ay Allah, okuma ay bala. Çöreği kirmişçe ye. Allah'a dua kıl. Ayar bat. Ona özüme de ki bir erin elinde saklayamamsa. Camaat. Ben neyniyim ay bala, benim bəxtim belə getirdi. Hiç olmasa sen tek kalma. Sen hiç narahat olma bat. Ben hiç vaxt tek kalmaram. Əhmədin özüne de demişəm. Bak, o bu kapıdan çıksa, ben bu bacadan çıkacağım. Sen hiç narahat olma. Bizim işimize de karışma. Al, git süpür. Böyle. Oy. Ne oldu ha? Qadan alaram. Odur. 20 qoyunda gətdim. Qatdım sürünüzə. Hə qadan alım. Akşi. Hə. Koyunun pul olmağına bilirsən nə qədər var? Neynək bala? Yerinizi əkərəm. Malınızı otararam. Hə qadan alım. Yaxşı, get. Bax, düz əlbin üstünədir. Əsil bəy şalvar deyil, əsil bəy şalvar. Hələ birini də qamovuzdan tikəcəm. Daha mən qazı zat tanımıram. Vergini də indən belə verəcəm ərvə. Bax, nəyim var? Gətirib qatacam sürüsünə. Qoy dolandırsın mən. Cabla görme. Allah sizden razı olsun.
olmasaydınız divanlık olmuştu. Biz qohumuq. Əhməd də qohumluğa bağışlasın. Bu ay borcunu düzəldənmədin. Bizi divanlıq eləməsin. İtlərə tanıtmasın. Yazıqdır, heyvandır. Sizin torpağınız var? Yox. Eyb yox. Əvəzində torpaq verərsiniz. Verər. Bizə razılaşarıq. Onsuz da ki becərənmirsiniz. Bizi də qapınızda işlədin də. Axırda sizə işçi lazımdır. Yaxşı. Razısın. Götür səhəngi. Buna bakın da. Buna bakın. Bundan adama olmaz dayı. Bunun gününe bakın. Çok elə pərliydi. Bu yandan da hışkırıp tuttu. Nereye dur? Sarıca hanım. Ay hanım. Sarıca hanım. Eline değil, gözü üstümüzde olsun. Beydi. Doğru gezip gelip. Görey bu bedbəxt haçan sağalır. Belə dur. Sarıca hanım. Bir de eşitmişəm ki, Əhməd kəndin köxası seçilir. Yalan söz çıxmaz. Biz onsuz da başqa köxa tanımız. Allah! Ne qədər odlara yanıb, əllərdə yanıb canım. Əlimdən özüm xanım sarıca qurban olum. Əlimdən özüm xanım sarıca qurban olum. Əlimdən özüm xanım sarıca qurban olum. Sarıca qurban olum. Sarıca qurban olum. Xanım dediler. Əhməd! Əhməd! Eşitdin? Nəyi? Mənə xanım dediler. Doğrudan. Ay. Daha ne dediler? Dediler ki, Ha. Erin de beydi dediler. Ne demiş? Sonra dediler, İş barədə nə dedilər? dediler ki, bizim çoxamız Əhməddir. Biz ondan başqa çoxa tanımırıq. Hem de dediler ki, biz bütün vergiləri Əhmədə verək. Əhməd! Can abi. Abi. Xanımlıq bəyli belə olur da bəs. Malqaranız, torpaqlarınız, hər şey var. Hər şey var. Abi, kulak as. Sen get sələmçinin hakkını çatdır. Ala. Kaç. Qaç. Kaç. Qaçdım. Abi. Hə? Buraya. Gəl. Cemaatın arasında ol. Kime geldi göster. Tut. Denen Əhməd yazıb. Ha, elə dedi. Onsuz da heç kəsin kitabını oxumur. Onsuz da abi, heç kəsin kitabını oxumur. Birdən mollaya verdilər ki, oxu. Abi. Elə bilirsən molla oxuya bilir. Birdən soruşsalar, kim göndərir? Abi, denən Sultan Səncər. Kim? Ne istəyirsən de, abi de. Bilən var ki, kimin papağı kimin başındadır. Abi bilən var ki, kimin papağı kimin başındadır. Ne istəyirsən de. Nə? Denən ki, Hə. Garay bəylə nerede oynuyordu? Nerede oynuyor? Nerede oynuyor? Ay sağ ol. Suray bəylə denən dənizə getmişdi. Hem de çimirdi. Hem de çimirdi. Vay sağ ol. Suray bəylə də denən yemək yiyirdi. Yemək yiyirdi. Ne istəyirsən de. Hamısı düz çıxacaq. Get. Gedim. Get. Getdimi? Evimizi başımıza uçurdacağım sizi. Əhməd. Qaz gəlir. Kim? Qazı. Niye gəlir? Tormar eləyəcəyəm. Gəlir da. Kəndə qazı gəlir. Ha. Ben gidiyordum. Mən sizə göstərərəm. Kənddə kimdir qazı? Mən sizə göstərərəm. Kəndə təzə qazı gəlir. Mən sizin
ki, oğlan özünsən. Danışığına fikir ver. Qazı. Mən pislik eləmək istəmirəm. Yoxsa əmr eləyərəm, səni daş qalaq eləyərlər. Qazı çoxa. İndi bu dəqiqə bu xalq hamısı mənim. Hay eləyərəm, atarlar səni pəncərədən bayıra. Ha vaxtdan bu xalq sənin oldu, Ha vaxtdan bu xalq sənin oldu. Bir-iki yoluğa borç pul verməklə xalqı almaq olmaz. Bir-iki yoluğa borç pul verməklə xalqı almaq olmaz. Mən sənin paxırımın üstünü açacağım. Mən sənin yalanların üstünü... Qız dayan! Sarıcı! Sən qarışma bir dəqiqə. Nə olar Qazı çoxa? Eybi yox. Sən də pəncərədən başını çıxar. Çıxart da. Çıxar. Mən də bu pəncərədən başını çıxardım. İkimiz də çağıraq bu xalqı. Görüm kimin sözünə qulaq atacaq bu xalq. Sən bu xalqı alladırsan. Onsuz da atağın izinə düşmüşəm. Köpəcəyim sənin o atovu. Şahbasın. Ey xanəndəsidir. Aya ölmüşdü xan kişi. İndiyə şah basqalar. Ay cavab! Heç bilirsiniz, indi şahımız kimdir? İndi şahımız Məhəmməd Əli Şahdır. Ona məktub yazmışam. Yazmışam ki, yer oğlu Əhməd səni tanımaq istəmir, amma kətdə çox olmaq istəyir. Ala! Səni qapımda mehtər eləyəcəm Qazı. Atlarıma baxan eləyəcəm Qazı. Səni. Sarıcan! İbn Türki. Ya. Bəylikdən dərs deyəcək. Abiyə tapşırmışdım o gətirək. Abi! Son vaxtlar bəy olmaq istəyən o qədər çoxalıbdır ki, başımı qaşımağa macal tapmıram. Nəysə, keçək mətləbə. Bəyliyin əsas şərtləri. Necə görünməkdir, yəni uzaqdan. Gərək elə gedəsən ki, desinlər ki, bəy gəlir. Nə danışırsan? Əlbəttə, və bəyliyin əsas 3 şərti vardır. Bunlardan birincisi, gərək 3 cür vəziyyətdə olasan. Birinci vəziyyət, hop, hop, aley, hop, hop. Və bəyliyin əsas şərtlərindən biri də odur ki, gərək üzündə 3 cür ifadə olsun. Birinci ifadə. İkinci ifadə. Üçüncü ifadə. Və bəyliyin əsas şərtlərindən biri də odur ki, 3 cür səsi yeni ola. Birinci şərt. Sən nə desən? Ağzına!
Mən də desəm, razısan. Razı. Və ən sonuncusu, gərək qalq yerə danışasan. Tofiye. Tofiye. Ve? Alay bəy. Alay Bey'e pay məndə. Bravo, bravo. Suray bəy. Suray Bey'e say məndə. Səndən bəy alacaq. Qırağa dur. Nə? Hə. Niyə? Amma sənin qışqırmağın mənim heç xoşuma gəlmədi. Əgər qışqırmaq istəyirsənsə, qullar qarabaşlar var. Qoy qullar qarabaşlar qışqırsın. Bir də ki, bura gəl. Sən bəysən, sən də xanım. Siz gərək yuxarı diş baxasınız. Desinlər ki, bəy gəlir, xanım gəlir, bəy gəlir. Deyəm. İbn Qulam. Birisi vardı, adını çəkməyəcəm. Hadi bir gəlsin, iki gəlsin. Üçüncüdə də bəy oldu da. Bəs ola. Üçüncüdə. Ayaz var. Sən kimsən? Əsn Bey. İbn Qulam. No, İbn Qulam. İbn Qulam. O mənim anamdır. O anamızdır. Vay! Ay arba! Ay arba, sən yaman gündəsən ki. İbn Qulam. Sən bəy anasısın. Gərək. Tox görsənəsən. O ac deyil. Onun görünüşü. O yalan deyil. Mən onun anası deyiləm. Anam. Ayağım. Evləri süpürməyə gəlmişdim. Ayağım. Mənim evim o da aşağıda. Mən bu evin qulluqçusuyam. Biz bu evin qulluqçusuyuq. Biz bu evin qulluqçusuyuq. Dünya duracaq yer deyil. Ey can, səfər eylə. Aldanma anın feylinə, andan həzər eylə. Payəndə deyil dövləti, ey xacə cahanın. Əsbabinə aldanma. Gəl ondan güzar eylə. Gəl aşık isen sidq ilə şol dilbər üçün gəl. Canla cahan ortaya koy. Terki ser eyle. Düştü saçının zülmetine könlüm ilahi. Şol hali perişane bu Şami seher eyle. Çün xətm oldu bugün dövr məlahət. Ey fitnələrin xatəmi, şəqqül qədər eylə. Gər bu Hüseyin İmran kimi şol narə sataşdı. Gəl tabişini göstər. Şəhri səhər eylə. Dünya evinin səltənəti 5 gün imiş çün. Zir zədər eylə. Şol püstə dəhanın xəbərin bildi nəsimi. Şirinlərə şol tün ki şəkərdən xəbər eylə. Dünya duracaq yer deyil ey can səfər eylə. Aldanma anın feylinə, andan həzər eylə. Dünya duracaq yer deyil ey can, səfər eylə. Aldanma anın